Salam əziz dostlar, xoş gördük sizləri. Magen David qrupunun təşkilatçılığı ilə Monitoring TV-də mən Zeynabın təqdimatında milli dəyərlər verilişindən hər kəsi salamlayıram. Bugün çox maraqlı bir qonağım var. Onun səsi inanıram ki, hamınızın ruhunu oxşuyur. Çünki ən gözəl duyğulu mahnıların müəllifi məhz odur. İllərlə biz onun səsinə qulaq asırıq və ruhumuz dincəlir. Təbii ki, bu kimdir? Azərbaycan Dövlət Xarici Dillər Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Şirinovdur bugün qonağımız. Bu ocaq sönübsə, üstüsü qalır. Əlində əlimin istisi qalır. Başqa birisini sevə bilməzsən. Elxan müəllim, xoş gəlmisiniz verilişimizə. Xoş gördük. Mənim üçün çox əlamətlər gündür. Əlamətlər də ona görə biraz xüsusidir. Hər çağırılan yerə getmə, amma adi bir söhbətlə, bir balaca söhbətlə o saat qiymətləndirirsən ki, bura getmək lazımdır. Həm də ki, siz o qədər gözəl təqdim elədiniz ki, Zeynab xanım, mənə elə gəlir ki, birinci bu dəvətdən, hər şey bu dəvətdən asılıdır. Dəvət səmimiyyətdən asılıdır, onun o sözlərindən. Sözdən tutursan ki, bu adam nəinki sənə, nəinki sənin yaradıcılığına, ümumiyyətlə insanlar arasında düşünə bilən, təbii ki, düşünə bilən insanlar arasında elə də böyük fərq qoymur. Yəni, bu yalnız onların gözəl cəhətləri, yaxşı xüsusiyyətləri, yaxşı insanlıqları, yəni insanı nə cəlb eləyirsə, o şeyləri əsas gətirərək dəvət eləyir. Təbii ki. O dəvətdən sonra bunlar siz başlayanda çox gözəl dediniz ki, bu ruhlar aləmi, orada da bir insana kömək eləyir ki, Zeynab xanımın görüşünə get, verilişinə get. Mən gəldim ona görə bu verilişə. Təşəkkür edirəm Elxan müəllim. Çox şadam. Mən çox şadam. Biz də çox şadıq. Təşəkkür edirik. Elxan müəllim, siz illərdir həm gözəl pedaqoqsunuz, İngilis və Alman dili üzrə dərs deyirsiniz universitetdə. Yəni, həm də çox gözəl bir ifaçısınız. Mən müğənni demək istəmirəm, çünki müğənni sözü əslində Zeynab xanım, ifaçı lap yaxşıdır. İfaçı daha gözəldir. Bəli. Sadəcə olaraq mən bilmək istəyirdim, sizin pedaqoji fəaliyyətinizlə, sizin ifaçılıq fəaliyyətiniz, yəni bunlar bir-birinə biraz tərs mütənasib olan bir sənətlərdir. Ancaq ifaçılıq, gözəl musiqi duyumu olmaq, gözəl həm də sizin kimi ruh dincəldən, ruhu qidalandıran mahnıları ifa etmək məncə çox böyük bir məharət istəyir. Yəni, siz bu iki sənəti, iki peşəni bir-birinə necə uyğunlaşdıra bilirsiniz və onlar öz aralarında necə yola gedirlər? Mən dərhal deyə bilərəm ki, heç düşünmürəm, oxumaq sənəti elə sənətdir ki, insanın bütün daxili aləmindən xəbər verir. İnsanın səsi, hər bir insanın xüsusilə seçilmiş, gözəl, qəlbi oxşayan səs, bu biraz müqəddəsliyə yaxındır. Və eyni zamanda əgər hər hansı bir peşəni özünə seçmisənsə, özünə yoldaş seçmisənsə, orada mənə elə gəlir ki, heç bir saxtakarlığa yol vermək olmaz və yaxud da heç bir nöqsana yol vermək olmaz. Çünki o düşünürsən ki, İstər oxumaq sənətində, istər pedaqoji fəaliyyətdə. Pedaqoji fəaliyyət və yaxud da oxumaq, bunların ikisini birləşdirmək mənə dillər, İngilis dili, Alman dili çox kömək eləyir. Ona görə mən özüm əgər bir mahnı ifa eləyirəmsə, mən tələbələrin qabağında da məsuliyyət daşıyıb elə bilirəm ki, orada artıq mahnını yox,
artıq sözləri, prinsipləri, tərcümələri ardıcıl düzürəm beynimdə. O şeylərin özündə də bir ardıcıllıq var, bir sistem var. Bəli. O sistem musiqidən aldığım o güc, musiqidən aldığım o həvəs orada özümü sərbəst hiss eləməyə kömək eləyir. O Alman filosofun yazdığı kimi o deyirdi ki, musiqi iradədir. Bəli. Musiqi əgər iradədirsə, o iradənin köməyi ilə Zeynəb xanım, mən təbii ki, özüm cəhd eləməliyəm ki, nə qədər tutumum, canım varsa, mənim o dediyim dərs də gözəl olmalıdır. Çünki o dərs bir mexaniki bir dərs deyil. Bizim apardığımız dərs dilə, o dilin vasitəsilə insanlığa, Bəli. o Humanizmə. insanlar arasında, millətlər arasında fərq qoymadan deməli hər şeyin gözəlinə, hər şeyin yaxşısına xidmət eləmək kimi bir şeydir. Doğrudur. Uzun süremezdi rüyalar bunca. Biz gerek yeniden görüşmeyeydik. Biz gerek yeniden görüşmeyeydik. Biz gerek yeniden görüşmeyeydik. İlham müəllim, bugünkü gün bizim bu qarma-qarışıq dünyada Bəli. texnologiyanın çox sürətlə inkişaf etdiyi, Bəli. insanların robotlaşdığı bir dünyada, aqressiyanın baş aldığı, xaosun baş alıb getdiyi Bəli. dünyada əslində bizim belə səslərə, belə musiqilərə, belə mahnılara çox ehtiyacımız var. Çünki musiqinin gücü təbiətin heç bir qüvvəsində yoxdur. Musiqi həqiqətən də bizi həm sonsuzluğa aparır, həm ən dərinlə okeanların dibinə endirə Bəli, bilir. bəli. Onun gücü o qədərdir. Sizin çox fərqli bir səs tembriniz var. Sizin səsiniz çox fərqlidir və ifalarınız da fərqlidir. Yəni sizin sırf özünüzə məxsus Elxan Şirinov tərzi var Bəli. və sanki o mahnılar da sırf sizin səsinizə yazılmış mahnılardır. Mən belə düşünürəm. Sizin kimi sizin mahnıları ifa edən yoxdur. Sizin bildiyiniz, yəni bəyəndiyiniz varmı sizin mahnıları kiminsə ifasında? Bəyəndiyiniz? Bir-iki nəfər bəyəndiyim adamlar var, yəni xoşum gələn adamlar var və təzə başlayanlardan da var. Bunların hamısını birləşdirən yalnız o cəhətdir ki, duyğusal olmaq, siz çox gözəl vurğuladınız əvvəl. Duyğusal olmaq, eyni zamanda dərinliklərə baş vurmağı bacarmaq, dərinə getməyə bacarmaq və yaxud da hər hansı bir prinsipdə, hər hansı bir ideyada ya əlçatmaz bir yerə qalxmaq və yaxud da o dərinliyə baş vurmaq. Mənə elə gəlir ki, əməsalan insanlar həm də çox vaxtı mən emosiyadan danışanda, mən çox vaxtı Allaha yalvarıram ki, mənim heç olmasa emosiyalarım anında mənim ağlıma söykənsin. Ağlıma söykənsə, mən artıq özümü itirmərəm. Amma musiqidə və yaxud da emosiyada elə cəhətlər var ki, əgər insan hazırlıqlı olmasa, əgər insan müxtəlif çətinliklər görməsə, heç bir o cəhətlər var ki, o şeylərə rast gəlməsə, onun üçün biraz çətin olar. Çətin olar. Emosiyadan can qurtarmaq və yaxud da musiqinin özündə də və yaxud da mən deyərdim ki, emosiyanın, bəs ona görə dedim ki, ağla söykənmiş emosiya olsa, gözəllik yaranır, onda gözəl səs yanır. Amma mən fikirləşirəm ki, bu mahnı mənim ürəyimi, belə deyək də, çox mənim ürəyimcədir. Bu mənəm. Mən bunu oxusam,
mən öz dərdimi ishar eləyə bilərəm. Öz dərdimi Ruhum bildirəm. biraz yüngülləşir, azad olur. Hə, ruhum yüngülləşər və yaxud da o fikirlərdən biraz azad olaram. Bəzən insan deyir, vaxtında bəsdir deyən insan ən xoşbəxt insandır. O vaxtında bəsdir və yaxud da o emosiyanı, o musiqini, o duyğusal və duyğulu bir vəziyyəti vaxtında sonlandırmaq, o məhz elə bil ki, bir mahnını başlayırsan, amplituda kimi qalxırsan, sonra razvyaska olur, o açılış olur. Axırda onları mən həmişə musiqiyə belə baxmışam da Zeynəb xanım. Bəli. Onları vaxtında başa düşən adam, qiymətləndirən adam nə qədər lazımdır? Bu qədər. Bu səs diapazonu bu qədər lazımdır. Burada bu qədər lazımdır. Əgər onlarda gözə görünməz ölçü olmasa, onu yarada bilmərsən. Doğrudur. Çox doğrudur. Elxan müəllim, siz müəllimlik, pedaqoji sənəti, fəaliyyəti siz seçmisiniz. Deyək ki, o sizin seçiminizdir. Bəli, bəli. Amma sənət sizi seçibdir. İfaçılıq sənəti isə sizi seçibdir. Bəli, bəli. Mən belə düşünürəm. Çünki bir çox insanlar, siz bilirsiniz ki, bugünkü gün show biznesdə pul qazanmaq üçün ifaçılıq sənətini seçirlər. Daha doğrusu müğənnilik sənətini seçirlər, Bəli, belə deyək. Onu seçirlər. Bir var ki, sənət insanı seçir. Bir də var, insan sənəti seçir pul qazanmaq üçün. Mən çox əminəm ki, siz və sizin kimi bizim sənətkarlar pul qazanmaq üçün bu sənəti seçməyiblər. Sənət onları seçib. 100% elədir. Bəli, bu bunların həyat yoludur və təbii ki, çox dərindən musiqi duyumu olan insanlar, çox dərin musiqi qulağı deyirik biz, həssaslığı olan insanlar, bunlar həmişə deyirik Tanrı tərəfindən seçilən insanlardır. Çünki o həssaslıq ki, onlara verilibdir. Siz çox gözəl bir yerdə məqama toxundunuz, deyirsiniz ki, məntiqimə dayansın, yəni o emosiyalarım ağlıma dayansın. Yəni çünki bəzən bu qədər həssas insanlarda artıq o emosiya məntiqi vurub keçir, ondan üstə çıxır. Onda artıq yaşamaq biraz çətin olur o həssas insanlara. Ona görə də o balansı saxlamaq lazımdır. Hər zaman doğru deyirsiniz. O balansı saxlamaq çox böyük bir şeydir. Mən ona gətirirdim. Sənət sizi seçdi. İfaçılıq sənəti sizi seçdi. O çox gözəl dediniz onu. Bəli. Və siz hiss etdiniz ki, siz bu sənət olmadan yaşaya bilməzsiniz. Bu sizin ruhunuzun qidasıdır və siz ruhunuzda olan fırtınaları, orada olan o coşqunu, orada o yağan payız yağışlarını, o başınıza tökülən qarı, bu bizim ruhumuzda hiss etdiklərimizdir. Siz bunu səsinizlə insanlara çatdırmalısınız ki, sizin ruhunuz biraz azad olsun. Bu barədə danışaq. Nə vaxt hiss etdiniz bu şeyləri və necə bunları ifadə edə bildiniz mahnılarla və ondan sonra sizin həyatınızda bir dəyişikliklər gəldimi? Nə dəyişdi sizin həyatınızda bu gözəl mahnıları ifa etdikdən sonra? Onlar hər musiqidən sonra və yaxud da hər, belə deyək də, o dünyada olduğun zaman, musiqi dünyasında olduğun zaman ona qulaq asmaq və yaxud da ona qulaq asanların reaksiyası və yaxud da siz gözəl vurğuladınız ki, bu sənəti biri var seçəsən, biri də var ki, sənət səni seçsin. Çox gözəl ifadədir. O sənət məni seçənə qədər fikirləşməmişəm və yaxud da fikirləşmirdim də ki, bu necə mahnıdır, müasir dünya dilində, çoxlarının dilində, dəbdə olan, termin olan, bu gündəmdə ola bilərmi, ola bilməzmi və yaxud da appraisingly deyirlər də, ingilislər ona müştəri gözü ilə baxmaq. Heç onu müştəri gözü ilə mən baxmamışam, oxumuşam, ürəyimcə olan şeylərdən oxumuşam. Şair necə ürəyindən gələn şeyləri qələmə yazır.
və yaxud da aparıcı və yaxud da bu insanların fərdi xüsusiyyətləridir. Bunlar fərdi olan şeylərdir. Doğrudur. Amma mən onu seçmək və yaxud da o mənim üçün bu sənət, mən bununla yaşayıram və yaxud da mən bununla dünyəvi, maddi bir şeylər əldə eləyirəm. Artıq o heç məndə olmadı. Cəhd eləsəm də olmadı. Sadəcə oxudunuz, keçdiniz. Sadəcə oxudum, keçdim. İnsanların qəlbinə toxundunuz. Toxundu Bəli. və o mahnılara görə sonra insanlarla mənim münasibətlərim yarandı. İnsanlarla çox yaşayıram onda. Bəli. İnsanlarla konsertlərdə, ümumiyyətlə ya kasetlər olsun, albomlar olsun, ya CD-lər olsun. Artıq o CD-lərə verən səsini, o mahnıları CD-yə verən zaman sən artıq hiss eləyirsən ki, milyonlar sənə qulaq asır və milyonların hardasa əgər hər hansı bir insanda bir balaca o dünyadan götürək də bir halda ki insanın ömrünü şərti olaraq 5 milyard il hesab eləyirlər. Bəli. Və əgər o məndən əvvəlkilərin 5 milyard il ərzində onların gözəl duyğuları, gözəl hissləri, insanlıqları belə deyərdim də bugün dostlarımın başa düşdüyü kimi. Bəli. İnsanlıqları gözəl olubsa, onu pozmamaq lazımdır. O insanlığı davam eləmək lazımdır. Yəni ora mənə elə gəlir ki, o yenə də bir misal var söz adamlarına. İnsan gərək ümumiyyətlə onda xoşbəxt olur ki, o insana saxtakarlıq verilmir. Gözlerim yaşlıdır, yüreğim dolu. Kefilden ayrıldı bu ömür yolu. O Shakespeare'də də belə bir şeir var ki, mənim aləmimdədir, mal, pul heç nədir. O bugün məndədir, sabah səndədir. Amma o şeirdə qəribə bir şey var ki, bəzən insanlar gərəksiz, lazımsız ifadələr, gərəksiz, lazımsız deyimlər, gərəksiz, lazımsız danışıqlar çox gözəl olur. Nə vaxt görürsən ki, sözləri düzgün seçmək, düzgün ifadəni seçmək, düzgün yanaşım, bəli, düzgün yanaşım, düzgün prizmadan baxmaq. Düzgün prizmadan baxmaq çox önəmlidir. Amma mənə elə gəlir ki, bu elə sizdə, məndə, özümdə olsa daha yaxşıdır. Çünki müasir dövrün və yaxud da müasir texnologiya əsrinin müəyyən cəhətləri var ki, mənlik deyil. O müəyyən cəhətlər var. Qəbul eləmirik bəzi şeyləri biz. Bəli, doğrudur. Elxan müəllim, bayaq siz dediniz, bu həyatda ümumiyyətlə insana sizcə, Elxan müəllim necə düşünür, huzur verən nədir, huzur nədədir sizcə? Çünki müəyyən bir yaşdan sonra siz də yəqin ki, mənimlə razılaşarsınız ki, insan huzur axtarır həyatda. Bəli. Hər şeyin boş olduğunu, mənasız olduğunu bir çox şeylərin anlayırsan, yəni biz yaşımızın müəyyən vaxtında bir çox şeylərin arxasınca qaçırıq, ona çatmağa çalışırıq və onları əldə edirik və sonra baxırıq ki, diqqət edirik ki, o şeylər üçün bu qədər çaba göstərməyinə, bu qədər əziyyət çəkməyinə bəlkə də dəyməzdi. İnsana yeganə qalan bu dünyada bəlkə də huzurdur. Amma huzuru nədə tapa bilirik? Əsas önəmli məsələ budur. Sizcə? Mənim aləmimdə, mənim fikrimcə
insanın huzur axtarması və yaxud da insanın sakitlik, bütün o necə deyim, lazımsız problemlərdən azad olması, mənim aləmimdə mənə görə, bu yalnız mənə görə belədir, çox keyfiyyətli, lazım olan mütaliə eləmək lazımdır. Lazım olan şeyləri oxumaq lazımdır ki, o mütaliəni eləyən zaman o qədər suallara cavab tapırsan ki, bəzən belə Robinson Crusoe kimi xəyallarında adada hiss eləyirsən ki, mən adada olardım, bir huzur bəlkə də bir huzur tapardım. Amma o adam da adaya gedir, o huzuru tapa bilmir. Heç rahatlıq tapmır, heç huzur tapmır, heç yəni insanların arasında kütlənin arasında adam var, tənhadır. Bəli. Amma çox qəribədir ki, adam da var, tənhalığa üstünlük verir. Yenə də o almanlarda, o filosoflarında belə bir söz var ki, orada tənhalığa da çəkiləndə gərək öz yaradıcılığınla çəkiləsən. Öz yaradıcılığı ilə tənhalığa çəkənlər nəsə yaradır. Mən mahnı, kimsə şeir yaradır, kimsə gözəl samballı əsər yaradır. O yaradıcılıq elə bir şeydir ki, nəyəsə çatmaq, nəyəsə yetişmək istəyirsən yaradıcılığından. Bəli, doğrudur. Mənim məqsədim, insanın hər şeyi məqsədindən asılıdır. Mənim məqsədim ali bir hissə nail olmaq, ali bir gözəllik yaratmaq. Çünki artıq bu adamlar onsuz da bilir ki, maddələr heçdir. Bu lazımsız bir şeydir. Maddələri yenə də deyirəm. O deyir ki, qızıla baxır, deyir ki, heç sən deyir, mən ona dəyməzsən ki, mən əyilib səni götürüm. Çünki səni götürüb neynəyəcəm mən? Nədir? Bax, o tənhalığa, almanlar deyən olmasın, o tənhalığa gərək öz dünyanla, öz yaradıcılığınla. Mən əlbəttə ki, bu öz yaradıcılığınla olanda, şuurunla olanda, bu çox gözəl bir nəticə ilə. Bəli, nəticə əldə olunur. Doğrudur. İlham xanım, bugünkü gün tamaşaçı, nə o tamaşaçı deyil, dinləyici, yəni o dinləyici deyil və yaranan musiqi də o musiqi deyil. Və bəzən çox təəssüf hissi ilə biz qeyd edirik ki, daha doğrusu görürük, müşahidə edirik ki, necə deyərlər, yavaş-yavaş sanki nəsli kəsilir, gözəl azalmağa doğru gedir. İfaların da, gözəl mahnıların da, gözəl əsərlərin də sanki bunu çox böyük təəssüf hissi ilə deyirik. Sizcə bunun səbəbi, bunun qarşısını nə ilə ala bilərik? To my mind, dostlarım inciməsin bilir və hərdən bir replika eləyirəm. Bəli. Nədən, hardan, hansı peşədən gəlməyi bir daha xatırladıram dostlarıma. Təbii ki. Bir daha xatırladaq ki, Elxan müəllim İngilis dili və Alman dili müəllimidir, dosent. Zeynəb xanım, bu bir gözəl mahnı var, onda bəsimdir. O bəsimdir deməyi bacarmaq lazımdır. Elin, obanın, böyük bir millətlərin sevgisini qazanmaq o qədər asan deyil. Bəli, çox çətindir. Bir öz dünyam olsa, məsələn, o dünyada yaşayan insanların sevgisi ilə, amma bunların hamısı mümkün deyil. Heç mümkün deyil ki, məsələn, o musiqilər olmalıdır. Elə bil ki, məsələn, belə deyək də, biraz yumor var edən Darwinin seçimi məsələsi. Bu gənc nəslin musiqi zövqünə münasibətiniz necədir?
Və yaxud da ki, belə deyək, siz bəzən el şənliklərində hər halda olursunuz. Əlbəttə ki. Olursunuz, bəli. Bəli. El şənliklərində sizin ifanıza tamamilə yad bir ifa istədikdə necə münasibət bəsləyirsiniz buna? Yəni, çünki sizin mahnılar tam bir fərqlidir. Bəli. Sizin ifanız illərdir dəyişmədi. Onu qeyd edim ki, sizin mahnılarınızda hər zaman nədənsə bir sevgi həsrəti, bir yanğı, yəni bir niskil. Niskil var. Bəli. Nakan bir sevgi. Hər zaman sizin mahnılarınızda biz bunu hiss etmişik. Bunun sizin həyatınızla bir əlaqəsi varmı? Yoxsa ümumiyyətlə sizin musiqi seçiminiz belədir? Var. Ümumiyyətlə həyatım boyu belə deyək də, o sarsıntıları keçirmişəm. Ailənin itkilər olub. Mən onları toxunmaq istəmirdim, amma madam özünüz o şeylər necə deyim, o təbiidir, olan olur. Bu Allahın qismətidir. Qisməti belədir. Təbii. Və eyni zamanda böyüdüyüm mühit də yenə deyirəm, o ailə kədər, o baş verən itkilər, onlar insana təsir eləyir. İnsana təsir eləyir və hətta başqa bir yerə girməyə istəyirsən ki, başqa bir yerdə təhsil alasan, bəzən olur da, yəqin ki, çox adamda belə olub. Olur da görürsən ki, profili, o peşəni dəyişirsən, deyirsən ki, məsələn, mən falan yerdə artıq özümü görmürəm. Gör neçələr mənim bəstəsi qalır, bu ocaq sönübsə tüstüsü qalır, əlində əlimin istisi qalır, başqa biri seni sevə bilməsən. Mən istər ingilis dili, istər alman dili, yəni bunları mən əxs eləyə bilərəm, qazana bilərəm. Amma körtəbii də olsa, belə bir şey də beynimdə həmişə məni narahat edirdi ki, o nəsə musiqi dünyası, o nədir, heç onu bilmirdim. Elə bilirdim, həyatdır, belədir. Bəs necə oldu bunu kəşf elədiniz özünüzdə? Bunlar getdikcə yarandı və müəyyən dövr gəldi. O dövrdə artıq nə vaxt insanlarla münasibətdə, nə vaxt ümumiyyətlə bu sistemin dəyişilməsi ilə belə deyək də, hər bir insanın həyatında artıq seçim durur ki, məsələn, eyni zamanda mənim öz mütəxəssis kimi öz işim getsin, onunla bərabər burada maddi resurs olmalıdır. Mən də o şeyləri, o musiqiləri yaratdıqca mən onu hiss eləyirdim ki, bunu çox istəyirlər, çox sevirlər və buna görə nələrdənsə to sacrifice, nələrdənsə keçə bilərlər. Puldan keçə bilərlər, var dövlətdən keçə bilərlər. O qəribə bir təzad deyə o yaxınlaşmırsan, amma özü gəlir. Bəli. Yaxınlaşmırsan, özü gəlir. Sən də istəyirsən ki, yaxşı, mənim məqsədim ümumiyyətlə bütün toplu insanların hardasa sevincindən mən sevinən insanam. Toplu insanlar, ümumi deyirlər də, ümumi sevincindən pay düşürdü. O ana da məsələsi var ki, mən məsələn öz payımı ümumi sevincdən ala bilirdim. O ümumi sevincdən alırdım, eyni zamanda o sənəti inkişaf elətdirirdi. Çox gözəl. Bu şeylər paralel gedirdi, amma yenə də deyirəm, sizin sualınıza qayıdıram ki, artıq mənim qanıma, canıma hopmuşdu o kədər, o niskil, onlar hopmuşdu. Mən istəsəm də, istəməsəm də, mən yalnız ürəyimdən
o dərinliyindən o şeyi çıxartmaq üçün yalnız elə mahnılar oxumalıydım. İlham müəllim, bax sözü çəkər deyərlər. Siz deyirsiniz ki, o mənim ruhuma hopmuşdu, Bəli, o niskil, o kədər. Bəli. Bu həyat bilirsiniz, bu dünya bir enerjidir başdan ayağa. Hər şey enerjidir və bir söz var deyirlər, nə düşünürüksə biz onu həyatımıza çəkirik. Bəli, bəli. Və yaxud da ki, daha sadə bir el dilində desək, nəyi düşünərsən, o da yəni eynidir. Mən onu biraz başqa cür demək istəmədim. Qəm gətirir deyirlər. Yəni o elə bir söz var. Yəni siz fikirləşmirsiniz ki, bəlkə də sizin ruhunuzun elə duygusal, çox duygusal olması sizin həyatınızda bəzi məqamlar, məsələn, bilirsiniz, çətin məqamlar oldu sizin həyatınızda. İtkilər oldu, düzdür, həyatınızda bir-birinin ardınca. Siz bunları öz xarakterinizdəki o niskillə filanla heç əlaqələndirdinizmi? Ki, mən həyatıma bu şeyləri bəlkə də özüm çəkdim. Mən onları, məsələn, belə deyək də, əgər primitiv fikirləşsəydim, dar mənada fikirləşsəydim, mən heç vaxtı müəyyən o həyatda elə şeylər var ki, özümü belə deyək də, onların burulğanına atıb, onların dediyi kimi, qoyduğu kimi sırf dəyişim, forması, məzmunu heç vaxt atmaq istəməmişəm, atmamışam da. Bəli, təbii ki. Atmamışam. Yalnız özümdə olanları birləşdirmişəm, özümdə. Sizin yaranışınızda o var. Yəni siz istəmədən artıq o həyat tərzi olub sizdə. Bəli, Zeynəb xanım, mən yəni heç vaxtı narahat olmamışam ki, bu bunu gətirər, bu bunu gətirər, bu bunu gətirər. Həyat özü belə formalaşıb və sizin yolunuz bu həyat belə davam edib. Ona görə də mən həmişə inanmışam. Bəli, çox gözəl. İlham müəllim, sizdən söhbətimiz çox maraqlı gedir, amma təəssüf ki, bizim verilişimizin sonuna yaxınlaşırıq. Çox təəssüf. Bəli, çox təəssüf, sizdən maraqlı. İnşallah sizinlə bir daha başqa bir verilişdə yenə də mən görüşmək istəyərəm. Çünki sizinlə çox başqa mövzularda da söhbət etmək istəyirəm. Əlbəttə ki, mən eşidəndə ki, bir yarım saatlı Zeynəb xanım, mən dedim, mən fikirləşdim ki, necə söhbət eləyə bilərəm. Çətindir, çox çətindir. Hələ deyilməmiş, mənə elə gəlir ki, sizə verə bilmədiyim hələ suallarım qaldı. Sizin də mənə hələ verə bilmədiyiniz cavablar hələ var məncə. Mənim cavabım 0.1. İlham müəllim, bir sual da vermək istəyirəm, çünki mənim beynimdə, ürəyimdə qalmasın. Siz ümumiyyətlə duyğu adamısınız, ruh adamısınız. Bəzi insanlarda məntiq duyğudan daha yüksəkdə durur, bəzisində duyğu məntiqdən yüksəkdə durur, amma xoşbəxt o insanlardır ki, onları balansda saxlaya bilirlər, tarazlayıb saxlaya bilirlər. O barədə sizin fikriniz, siz onu balansda saxlaya bilirsinizmi? Balansı nə qədər, birinci sualdır mənə verilir, çox gözəldir. Amma heç vaxtı fikirləşməmişəm, o balans haqqında da heç vaxtı müşahidə aparmamışam ki, necədir onların balansı. Amma bir onu bilirəm ki, həmişə məntiqə arxalanmışam. Həmişə arxalanmışam məntiqə. O bir balaca yaddan çıxsa əgər o məntiq, ümumiyyətlə sambal, o məna, məzmun, o mənim məsələn statistik yaddaşım yoxdur. Telefon yadımda qalmaz, müasir dövr yadımda qalmaz, digital time, rəqəmsal ifadə yadımda qalmaz. Amma məntiq elə şeydir ki, mən ölsəm də məntiqimi unutmaram və yaxud da çünki mənim bu halımda, amma mənim də ehtiyacında olduğum insanlar olur, mənim də hardasa peşində olduğum, necə deyim, ani olaraq fikirləşirəm ki, ehtiyacım da olur mən hərdən, nəyə ehtiyacım olur? Amma o ehtiyac belə olur, deyir ki, mən sənə bağlayan xatirələrlə həyatda, nə bilim,
daha nələrlə izdirab vermişəm sənə bir zaman. Sən onu bəxşeyiş adlandırmısan. Qatmışam gecənə gündüzünü də, mən sənin mehriban gül üzünü də isti göz yaşınla naxışlamışam. Səncə göz yaşı da bağışlamışam. Çok güzel. Mənim varlığımı çox unudub. Endirmək istəyib bəzən lap heçə. Məni dahilərə bərabər tutub, sən qibdə etmisən öz ürəyincə. İnsan dahi olar. İnsan yanında, dahi adiləşər, nadan yanında. O məsələ var da, orada adam hiss eləyir ki, doğrudan mən axı o qədər fikir vermədim, əhəmiyyət vermədim. Yalnız onda deyirsən ki, Yaradan, özün kömək ol, mən də sənin yaratdığınam. O yerlərə getməyim. Doğrudur. Sizin bu sözünüzün qüvvəti o da bir Alman filosofun sözüdür. Məntiqin özünün belə qəlbi var. Gözəldir. Bəli. Mən o sözü çox sevirəm. Neçə dənə təzə şeylərə rast gəldim. Təşəkkür edirəm. Məntiqin özünün belə qəlbi var. Gözəl bir sözdür. İlham müəllim, mən sizə çox təşəkkür edirəm bu maraqlı söhbət üçün. İnşallah mən Allaha dua eləyərəm, inşallah yenə görüşək. İnşallah görüşərik. Və onda görüşərik, sizi başqa bir verilişə dəvət edirəm. Amma bir dənə şey də var da, yenə də deyirəm ki, statistika aləmində 1, 2, 5, 3 bu lazımdırsa, bunu qismət eləyir. Bəli, doğrudur. Billur yanağında 2 damla yaş. Billur yanağında 2 damla yaş. İki həsrət kimi əzdi, titrədi. Səndən bircə günlük ayrı adım kaş. Sən də bilərdin ki, ayrılıq nədir? Billur yanağında 2 damla yaş. İki həsrət kimi əzdi, titrədi. Səndən bircə günlük ayrılardım kaş. Sən də bilərdin ki, ayrılıq nədir? Çox təşəkkür edirəm İlham müəllim. Sağ olun. Sizə çox sağ olun. Çox sağlam həyat arzu edirəm. Siz aparıcı kimi, həm böyük bir insan kimi çox sağ olun. Təşəkkür edirəm. Mən təşəkkür edirəm. Sizə yeni nəğmələr və çox möhkəm can sağlığı arzu edirəm. Çox sağ olun. Hər zaman belə ruhu gözəl qalın. Ruhu təmiz, ruhu gözəl qalın. Təşəkkür edirəm. Allah amanında. Əziz tamaşaçılar, bununla da bizə ayrılan vaxt sona çatdı. Bugün bizim qonağımız duygusal mahnıların gözəl ifaçısı, bizim ruhumuzu qidalandıran mahnıların gözəl ifaçısı Elxan Şirinov idi. Xarici Dillər İnstitutunun dosenti, həm gözəl pedaqoq, həm gözəl ifaçı. Sağ olun, salamat qalın, gələn görüşlərə qədər. İnşallah görüşərik. İnşallah.